Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem bildirib ki, yəni insan qiyamət günü Allah Teala'nın haqlarından birinci soruşulacağı şey namaz olacaqdır. İlk soruşulan namaz olacaktır. Ve namaz da Allah Teala'nın Müslümana verdiği əzəmətli büyük nimətdir. Ve namaz Allah'ı sevenlerin gözünün sevincidir. Tek Allah'a ibadet edenlerin ruhunun lezzetidir. Ve namaz abidlerin bahçasıdır. Allah'tan korkanların nefsinin lezzetidir. Ve namaz sadik insanların halından haber verir. Allah'a tərəf gedən insanların halının tərəzisidir. Ve namaz Allah Teala'nın mümin kullarına bir rəhmətidir. Ve Allah Teala müminleri namaza yönetmiş, namaza hidayet etmiştir. Ve Allah Teala namazı müminlere tanıtmıştır. Ve Allah Resulü sallallahu aleyhi ve sellemin eliyle, onun sebebiyle namazı onlara hidayet bir rəhmət etmiştir. Sanki bir hediyedir, bəxşişdir. Ki bununla da yani müminler en hürmetli, şərəfli məqama çatsınlar. Ve Allah'a yakın olmakla nicat əldə etsinlər. Allah'ın ihtiyacı olduğuna göre yok, əksinə Allah tərəfindən bir lütf olarak, mərhəmət olarak ki müminlerin mükafatı tam, kamil olsun diye. Ve Allah Teala insanı imtihan edir. İnsanda olan şəhvətlərlə ve buna oxşar şeylerle hem daxili ve hem de harici sebeplerle insan imtihan olunur. Ve Allah Teala'nın rəhmətinin tamamındandır ki, ehsanındandır ki, Allah Teala mümin kulları üçün bir ziyafət hazırlayıb ve bu ziyafətdə hər növ, hər çeşit hədiyyə, bəxşişlər vardır. Ve her gün 5 dəfə Allah Teala bu ziyafete çağırır, dəvət edir. Ve bu ziyafette her cür xeyir, her növ nimət vardır. Ve çağıran da Allah Teala'dır. Ve bu kulluk, bu namaz kulluğu, namaz ibadetinde insanın yani her növ kulluğu vardır. Ve namazda her bir fiil, her bir emel hususi bir kulluktur ki insan tərəfindən ortaya çıxan gündelik düştüğü günahlar ve asilikler silinir. Ve insana hususi olarak bir nur verilir. Ve namaz nurdur. Allah Resulü sallallahu aleyhi ve sellem hadiste buyurur ki Es-salatu nurun, namaz nurdur. Namaz insanın qəlbinə nurdur. Güc qüvvətdir. Ruzisinin genişlənməsidir. Bədən üzvləri üçün nur ve güc qüvvətdir. Ve namazla Allah Teala insanı sevir namaz səbəbiyle. Ve melekler de namaz əhlini sevir. Ve hatta yer namaz əhliyle fərəhlənir. Ve bu ziyafət, bu namaz ziyafətinə gündelik 5 dəfə çağrılan bu namaz ziyafətinə gələn insan, bu namazı Allah Teala'nın əmr etdiyi kimi əda edən, yerinə yetirən insan, bu ziyafətdən, bu namaz ziyafətindən ayrılır, artıq doymuş halda. Ve Allah Teala tərəfindən qəbul olunmuş halda. Hem su, həmçində yemək və bir də ki, libasını əldə etmiş oldu Allah. Bundan əvvəl isə qəlb, bu ziyafətdən qabaq qəlbdə aclıq olur, susuzluq olur və qəlbdə çılpaqlıq olur və qəlbdə müəyyən xəstəliklər olur, qəlbdə quraqlıq olur. Ve namazla Allah Teala'nın əmr etdiyi formada Allah'ın çağırdığı bu namaza giden insan namazdan çıktıkta bu şeyler aradan kalkır. Sanki qəlb qidasını
suyunu, libasını ve her növ hədiyyəsini götürərək sağlam halda namazdan ayrılır. Və ümumən də gündəlik yaşadığımız bu həyatda qəlbə ardıcıl quraqlıqlar gəlir. Nəfsin quraqlığı qəlbə hücum edir. Və hər dəfə insan namaza yaxınlaşdıqca Allah Teala'nın çağırdığı bu ziyafət, gündəlik 5 namaz, vaxtdan vaxa bu namazı əda etdikcə Allah tərəfindən rəhmət olaraq bu qəlbə sanki yağış yağır. Qəlbə qays bərəkətli yağışdır. Qays o yağışdır ki, sanki insan ümidsüzdür, quraqlıqdır, heç nə bitmir və elə yağış yağır ki, ondan sonra mümbit bir, əlverişli bir torpaq olur. Və insan namazı doğru düzgün əda etdikcə bu qəlb torpağına sanki rəhmət yağışları yağır. Bu yağışlar yağır ki, bu qəlb qurumasın və iman bitkiləri bitsin. Öz meyvəsini, öz bəhrəsini versin. Və bu qəlb, insan ardıcıl namazları doğru düzgün əda etdikcə bu qəlb Allah Teala'nın rəhmət yağışları ilə sulanır. Yəni bu daim olur. Halbuki bundan əvvəl quraqlıq, meyvələr bitirmir, yaşıllıq yoxdur. Ta ki namazla bu qəlb sulanır. Allah Teala'nın rəhmət yağışı bu qəlbə yağır. Və qəlbə də gələn bu quraqlıq qəflətdir. Və qəlbin quraqlığı nədir? Qəflət, insanın qafil qalması Allahdan, axirətdən, ölümdən sonraki həyatdan, sorğu-sualdan, hesabdan, dünyada ikən etdiyi hər əməl, hər danışdığı sözə görə haqq hesab olunmasından insan qafil qalır, qəflətə düşür, unudur. Sanki elə bil ki, heç axirət olmayacaq, elə bil ki, heç dünyadan köçməyəcək insan. Və bu qəflət qəlbin quraqlığıdır, necə ki, torpağın quraqlığı olduğu kimi. Və bu quraqlıq qəlbə çöktüsə əgər, quraq torpaq kimi olur. Əksi isə nədir? Qəflətin əksi Allah'a zikir, Allah'a anmaq, axirət yurdunu anmaq. Və nə qədər insan Allah Teala'nı xatırlayır, Allah'ı anırsa, Allah'a zikirlə yaşayırsa, namazla, ibadətlə yaşayırsa, rəhmət yağışları bu qəlbə gəlir. Yox, əgər qafil qaldısa, quraqlıq baş verir. Qəflət nə qədərdirsə, qəlbin də torpağı bir o qədər quruyur. Halbuki bu torpaq bitkilərin, meyvələrin maddəsi, kökü, özəyidir. Və qəflətin çox və yaxud da az olmasına baxaraq, qəlb də bir o qədər quruyur. Və əgər bu qafillik, bu qəflət insanın qəlbində hökm salarsa, möhkəmlənərsə və o qəlb, o torpaq xarab olur. Ölü torpaq olur, quruyur və ondan sonra şəhvətlərin alovu bu torpağı yandırır. Necə ki, adi torpaq quruyandan sonra isti hava, orada qalan şeylər yandırdığı kimi. Və ondan sonra bu qəlb torpağı xarab bir yer olur. Halbuki bundan əvvəl mümbit idi, bəhrəsini verirdi, meyvələr bitirirdi. Və əgər Allah Teala'nın rəhmət yağışı qəlbə yağarsa, o qəlb, o torpaq canlanır. İman közərməyə başlayır. Bitkilər bitir, yəni salih əməllər büruzə verir. Və hər növ yaxşı işlər görməyə başlayır bu qəlbin torpağının sulanmasıyla. Yox, əgər quraqlıq yenə də qəlbə gəlirsə, yəni qəflət gəlirsə, insan axirət yurdundan qafil olursa, dünyanın, dünya ləzzətlərinin, dünya şəhvətlərinin ardınca ləhliyərək, qaçaraq və gün ərzində yalnız dünyanı zikr etməklə, dünyadan danışmaqla, dərdini dünya etməklə əgər qəlbini qurudursa, Allahın zikrindən, rəhmət yağışlarından qəlb quruyursa, sanki ağacdır, bağ-bağçadır və bağçada ağaclardır, meyvələr verir
yaşıl ağacdır, yarpaqları yaşıldır, özü, gövdəsi yaşdır. Gövdə yaş olduğu üçün budaqlar da yumşaqdır. Hər bir meyvəni verir və torpağın suyu kəsildisə, bu ağacların dibindən su getmədisə əgər, yavaş-yavaş torpaq quruyur. Torpaq quruduqdan sonra meyvələr tökülür və yaxud da meyvə vermir. Və sonra nə olur? Yarpaqlar tökülür, budaqlar quruyur. Nə meyvə verir, nə də yarpaqlar olur. Ondan sonra deyir, bağ sahibi, yəni bu ağac sahibi, hətta budağı özünə tərəf çəksə belə gəlmir. Çünki quruyubdur. Halbuki bundan əvvəl yaş idi. Çəkəndə yumşaq olduğu üçün gəlir. Lakin quruduqdan sonra bu qəlb torpağı Allah'a zikirdən, ahirətdən qafil qaldığı üçün, ölümdən və ölümdən sonraki həyatdan qafil qaldığı üçün, yalnız dünya dərdi olduğuna görə artıq qəlb quruyub və bədən üzvləri də salih əməllər bəhrəsini vermir. Salih əməllər sanki meyvələrdir. Və bu ağac da quruduqdan sonra əysən də gəlmir və bədən üzvləri də elədir. Qəlb quruyubsa, əgər salih əməllərə tərəf çəksən də gəlmir. Və onda, əgər hal belə olursa, bu bağ sahibinin hikmətindəndir ki, bu ağacları kəsərək yalnız nəyə istifadə eləsin? Ocağa, alova. Odda yanmaqdan başqa heç nəyə yararlı olmur. Və qəlb də belədir. Əgər qəlb qurudusa, qəlbdə tövhid yoxdursa əgər, tək Allaha bağlanmaq, Allah sevgisi, Allahı tanımaq, Allahı zikir, qəlbdə yalnız Allaha dua edib Allahdan istəmək yoxdursa əgər, ondan sonra Allahın zikrinə tərəf gəlmir. Qəlb quruyub və sonra da nəfsin istiliyi, nəfsin hərarəti, şəhvətlərin istiliyi qəlbdə qalan şey varsa da onu yandırır. Şəhvətlərin alovu daha da yandırır bu qurumuş torpağı. Və ondan sonra bu ağacın budaqları, bu əl, ayaq, dil, göz, insanda olan bu budaqlar, bu orqanlar, bədən üzvləri əyilmir. Yəni itaətə, Allaha tərəf əyilmir. Çəksən belə gəlmir. Və ondan sonra bu ağac, bu bədən, bu orqanlar odda yanmaqdan başqa heç nəyə yararlı olmur. Və Allah Teala buyurur Zümər surəsi 22-ci ayədə "Fəvailul lilqasiyati qulubuhum min zikrillah." Allahın zikrinə qarşı qəlbləri sərt olanlara vayl olsun. O kəslər ki, onların qəlbi Allahı zikirdən qafildir, sərtləşibdir. Ulaikə fi dalalin mubin və onlardır açıq-aşkar zəlalətli olanlar. Yox, əgər qəlbə rəhmət yağışı yağırsa, əgər qəlb Allahı zikirlə, Allahı anmaqla yaş qalırsa və bədən üzvləri də, bu budaqlar da yumşaq olur. Allaha itaətə tərəf rahat əyilir. Salih əməllərə tərəf asanlıqla əyilir və hər cür bəhrəsini verir. Və Allaha tərəf, Allaha zikrə, Allaha ibadətə əysən, sürətlə gedir. Yumşaqdır. Tez əyləndir. Və ondan sonra bədən üzvləri də Allaha qulluq üçün hər cür meyvəsini verir. Hər budağın öz meyvəsi olur. Çünki kökü, mənbəyi olan qəlb Allahı anmaqla, axirət yurdunu anmaqla yaşdır. Və bu maddə, bu kök salamat olduğu üçün, bu maddədə, bu qəlbdə həyat olduğu üçün bədən üzvlərində də həyat olur. Yox, əgər qəlb qurudusa əgər və bədən üzvləri də, bu budaqlar da yaxşı əməllər etməkdən quruyur. Çünki kökü, maddəsi olan qəlbdə həqiqi, əsl həyat yoxdur. Axirət yurdu üçün səy etmək istəyi yoxdur. Halbuki axirət yurdu Allah Teala buyurur: "Və innel axirete lehiyel hayavan." Və axirət əsl həyatdır. "Ləv kanu ya'lemun." Əgər bilsəydilər.
Yəni mənası nədir? Alimlər deyir ki, əgər bilsəydilər ki, əsl, həqiqi həyat axirətdir, bu həyat üçün insanlar çalışardı. O həyat üçün əməl edərdilər. Və əsl dərdi, əsas dərdləri o həyat olardı. Axirət həyatı, axirət yurdu. Və insanlar da bu bədən üzvlərini Allah Teala'nın onlara verdiyi əl, ayaq, qəlb, hansı ki qəlb əsaslarından da bədən üzvlərinin. Bu bədən üzvlərini istifadə etməkdə 3 qismə ayrılmışdır. Birinci qism o insanlardır ki, nə üçün yaradılıb, ona istifadə edir. Qəlb nə üçün yaradılıb? Allahı zikr etmək, Allahı xatırlamaq, axirət gününü xatırlamaq, qəlbdəki düşüncələr, fikirlər, dərdlər əsas dərd olsun ki, axirət dərdi. Və bu insan, yəni onun bədən üzvlərini nə üçün yaradılıbsa, ona istifadə edən insan Allahla ticarətdədir. Və bu insan özünü satıb ən uğurlu qazancı əldə etmək üçün Allahla ticarətdədir. Və Allah da Tövbə surəsində buyurur: "İnnallaha iştara minel mu'minina anfusahum və amvalahum bi enne lehumul cennə." Həqiqətən Allah möminlərdən canlarını və mallarını cənnət əvəzində satın almışdır. Yəni, satın alan kimdir? Ticarət edən kimdir? Allah Teala'dır. Və verdiyi mükafat da cənnətdir. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Ələ inne sil'atallahi ğaliyə." Bilin, diqqət edin. Allahın satış malı, satdığı mal bahadır, dəyərlidir. Ələ inne sil'atallahi ğaliyə. Bilin, Allah Teala'nın satdığı mal dəyərlidir, bahadır. Ələ innə silatallahi cənnə. Bilin, diqqət edin, Allahın satdığı mal cənnətdir. Yəni insan düşünməsin ki, cənnət sadəcə arzu ilə, sadəcə quru sözlə, istəklə əldə olunur. Yəni cənnət Allah Teala'nın satdığı maldır, lakin bahalı, dəyərlidir. Və insan özü üçün, özünün hesab etdiyi dəyərli olan şeylərindən bu cənnəti almaq üçün satmalıdır. Vaxtıdır, vaxtını ayırmalıdır. Malından ayrılmalıdır ki, Allah Teala əmr etdiyi yerlərə bunları istifadə etməlidir. Və həmçinin bədəndir, bədəni Allaha ibadət və itaətdə istifadə etməlidir. Və ümumən Allah Teala ona verdiyi hər bir şey, necə ki Qasas surəsində Allah Teala Qarun haqqında, hansı ki Qarun Fironun qövmündən idi və zəngin idi, var dövlət çox idi və hətta var dövlətinin saxlanıldığı o xəzinələrin açarlarını bir dəstə güclü insan daşıyır, təkcə açarlarını. Və Allah Teala bizə bunu qissə edir və Qaruna deyilir ki: "Vabtaghi fima ataakallahu ad-darul-axirə." Allahın sənə verdiyi ilə axirət yurdu üçün çalış. Yəni Allah da sənə nə verib? Bədən veribmi? Orqanlar, mal, mülk, ev, eşik, övlad, nimətlər çoxdur. Yəni Allah Teala nə veribsə, bunlardan istifadə edərək axirət yurdu üçün çalış. Axirət yurdunu əldə etmək üçün bunlar vasitə olsun. Və birinci qism insanlar da Allah Teala'nın onlara verdiyi bədən üzvlərini nə üçün yaradılıblarsa ona istifadə edirlər. Yəni əsas məqsəd, əsas dərd bu insanlarda budur ki, nə üçün yaradılıblar? İnsanın həqiqi əsl həyatı nədir? Vətəni, əsl vətəni cənnətdir, axirətdir. Onu dərd edirlər özlərinə. Və namaz da, insana əmr olunan namaz bütün bədən üzvlərinin istifadə olunduğu bir ibadətdir. Hər bir üzvün də bir qulluğu vardır. Qəlbə tabi olaraq. Və bu insanlar da, birinci sinif insanlar Allah Teala'nın nimətini bilirlər. Və bilirlər ki, nə üçün yaradılıblar? Bədən üzvləri nə üçün yaradılıb? Zahirən və batinən Allah Teala'nın onlara verdiyi bu niməti Allaha qulluqda istifadə edirlər. Və Allah Teala'nın sevmədiyi, razı olmadığı şeylərdən də qoruyurlar bu bədən üzvlərini. Əl, ayaq, dil, göz, qulaq və s. Və bir də ki, ən mühümü olan qəlb. İnsan qəlbində daşıdığı fikirlər, pislənlər, dünyaya hərislik, riya, özünü göstərməsi, insanlar
tərifini sevməsi, insanların tərifini sevmək və s. hansı ki, bunlar hamısı qəlbdə olan pis xislətlərdir, pis sifətlərdir ki, müsəlman bunlardan təmizlənməyə, uzaq durmağa çalışmalıdır. Və ikinci sinif insanlar isə bədən üzvlərini istifadə edirlər yaradılmayan bir şey üçün. O şeyə ki, ondan ötürü yaradılmayıb. Günah və asiliklərə, batil şeylərə. Və bu insan da ticarətində ən uduzan insandır. Ticarətində xüsrana uğrayan, ziyana uğrayan insandır. Allah Teala'nın razılığı əlindən çıxmışdır. Allah Teala'nın ona verəcəyi böyük mükafatı əldən vermişdir. Və əksinə Allahın qəzəbi və ağrılı, acılı bir əzab. Və üçüncü insan isə tam şəkildə nə dünya, nə axirət üçün əməl etmir. Və bu insanlar sadəcə dünya üçün əməl eləsəydilər, qınanmış insanlar olardı. Nə din, nə dünya üçün. Heç birinə əməl etmirlər və bu insanlar da ikinci sinif insanlar kimi uduzan insanlardır. Lakin ağıllı insan Allah Teala nə üçün yaradılıb? Allah Teala nə üçün yaratmışdır insanı? Allah Teala insanı nə üçün yaratmışdırsa onu bilib və onun üçün əməl edənlərdir. Sonra misallar çəkir ki, yəni bu misalla, çünki misallarla insana çox şey aydın olur. Lakin bu misallarda saxlayaq, az olsun, amma tam insana aydın olsun ki, insan başa düşsün ki, həyatda Allah Teala onu nə üçün yaratmışdır, məqsəd nədir? Və Allah Teala'dan istəyirəm ki, bizi eşidib yaxşısına tabi olanlardan etsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədü ən la ilahə illə əntə əstəğfiruka və etûbü.